Hər birinizi yenidən salamlayıram. Bu videoda mən sizə JWT tokeni verify etməyi göstərəcəm. Baxın, out endpointlərim var idi. Burada create yazmışam. Gəlin bunu sign up eləyək ilk öncə. Gəlirəm out folderimin içərisində routers.python-a və burada create-i sign up-la dəyişirəm. Bu şəkildə dəyişdim. Daha sonra bu hissəni bağlayıram və token managerimi açıram. Token manager içərisində create JWT yazmışdım. Gəlin burada bir dənə də def verify JWT yazaq. Ya da ki get current user də deyə bilərik. Hər yerdə bu cür görəsiniz. Get current user bu şəkildə. Deməli burada nə yazacağam? İlk öncə bir dənə şema yaratmalıyam. Deyirəm ki import eləyək. Gəlin buradan from fastapi.security-dən import edirəm o out to password bearer. Import edəndən sonra gəlib burada yazıram ki o out to şema yaradıram. Bərabərdir. O out to password bearer çağırıram və içərisinə token URL istəyir. Burada mən hansı URL daxil edirəm? Baxın, sign in URL-mi? Bu da necə idi? Bu şəkildə. Deməli, URL-in sonuna out gəlirdi, sonra isə sign in gəlirdi. Bunu kopyaladım. Gəlin bunu kəsək buradan, qalmasın burada. Gəlib bura yapışdırıram. Bu şəkildə olacaq. Daha sonra gəlib deyirəm ki, bu get current user bu şemadan istifadə etməlidir. Deyirəm ki, tokeni al. Token string formada olmalıdır. Amma burada bir də import eləyəcəm. From fastapi-dan import edirəm dependency. Depends içərisində bir dependency. Nədən? Yəni hara baxmalıdır? Mən deyirəm ki, o to şemadan istifadə elə. Yəni bu token almaq üçün gəlib baxacaq, dependency-lə baxacaq ki, hara baxmalıdır, hara müraciət eləməlidir. Bu da deyəcək ki, header hissəsinə bax, orada token olmalıdır. Yəni belə başa düşək. Və bu mənə token qaytaracaq. Nəticədə bu gəlib belə bir şey olacaq. Baxın, belə bir token olacaq. Mən tokeni alandan sonra burada bir deyirəm ki, payload bərabərdir. JWT üzərindən, JWT-ni bura import eləmişdik, yadınızdadırsa, Python JAWS kitabxanasından. JWT.decode deyirəm, decode edirəm. Nəyi? Mənə gələn tokeni və bu məndən secret key istəyir. Yəni gizli açarımız daxil edirəm bura. Bir də algorithms. Burada list olacaq. Burada da mən yuxarıdakı algoritmimi daxil eləyəcəm. Həmin algoritm əsasən bizim datamızı yoxlayacaq. Dekod eləyəcək. Belə JWT tokenini dekod eləyəcək. Mən bu payload içərisində nəyi saxlamışdım? Gəlin baxaq. Baxın, burada routersda sign-in-də nəyi saxlamışdım? ID-ni saxlamışdım. Gəlib deyirəm ki, user ID bərabərdir payload üzərindən. Payload mənə bir dictionary qaytaracaq deyə get metodundan istifadə edirəm. Yəni dictionary metodudur bu. Bunun içərisindən ID-ni tapacaq. Hər hansı problem olarsa gəlin bunu handle eləyək. Deyirəm try except blokun içərisində yazıram bunu. Deyirəm exception. Burada raise edirəm HTTP exception. Bunu da import eləməliyəm təbii ki. Gəlib deyirəm ki from fastapi-dan, daha doğrusu dependency yanında import edə bilərəm. HTTP exception və statusu bura import edirəm. Daha sonra gəlib burada HTTP exception içərisində status kod bərabərdir. Status üzərindən status nöqtə HTTP 400 bad request qaytara bilərəm və detailinə də yaza bilərəm ki token düzgün deyil yazaq. Ya da ki token verify hissəsində bu şəkildə bir mesaj qaytarıram. User ID varmı? Gəlin görək. Deyirəm, əgər user ID varsa, none deyilsə, o zaman useri tapıb qaytara bilərik əslində. Amma user qaytarmayaq, birbaşa return edirəm user ID-ni. Burada da user ID-yə bir type int verə bilərik ki, integer olmalıdır. Deyirəm, user ID varsa, return elə user ID-ni. Əks halda raise elə bir dənə HTTP exception. Tokenda problem var yazaqda. Tokenda problem oldu. Belə bir mesaj qaytarıram. Əks halda isə return edirəm user ID-ni. Get current userimiz hazırdır. Bir də burada kiçik bir şey yadımdan çıxıb onu sizə göstərmək istəyirəm. Burada statik metod yazmağı unutmuşam. To-do içərisində routers hissəsinə gəlirəm və burada deməli, bunu belə edək. Deməli, fastapi-nin içərisindən dependency import edirəm. Vergül atmamışam. Depends. Daha sonra gəlib burada yazıram ki, user ID-ni götürsün. Hardan götürəcək? Deyirəm, integer olmalıdır. Amma hardan götürəcək? Burada yenə depends-lə deyirəm ki, hardan asılıdır, yəni hardan götürməlidir. İçərisinə get current user-i bura daxil etməliyik. O da token managerin içərisindədir. Deyirəm from utils.token manager-dən import elə token manager-i.
və gəlib burada hardaydı o depend hissəsində token manager.get current user yazıram. Bu user ID-ni mənə qaytarmalıdır. Gəlin proqramı işə salaq. Python index.python deyirəm. Gəlib burada refresh atacağam. Tamam, out endpoint hissəsində sign up, sign in bu hissə okeydir. Get to the items deyirəm. Burada try to add dedim, execute edirəm. Not authenticated dedi. Authorize düyməsini vuram. Username, password istəyir. Mənim əslində userim yoxdur. Gəlin bir user create edək. Try it out deyirəm və username olsun Müşfiq Şükürov. E-mailim olsun. Öz e-mailimi daxil edirəm. Bir də parolumuz olsun. Execute edirəm. Userim yarandı, əla. Daha sonra cancel dedim. Buranı bağlayıram. Login olaq. Try it out deyirəm. Buradan e-mailimi yazıram. Biraz böyüdüm ekranı görə biləsiniz. Execute edirəm. Token qaytarır. Aha, bəs bu tokeni hara yazasıyam indi mən? Deməli, burada cancel deyirəm. Buranı bağlayıram. To do endpointlərdən bunu da cancel dedim. Kiçildirəm. Baxın, bura qıfıl işarəsi gəldi. Burada məndən username və password istəyir. Mən bura Müşfiq Şükürov yazsam, burada passwordumu yazsam, authorize desəm, burada daxil olmayacaq. Nəyə görə? Username və passworda görə mən verify hissəsini yazmamışam. Close deyirəm. Belə bir proses yazmamışıq. Buradan authorize deyəndə yenə eyni şey gəlir. Postman açıram. Mən Postman yükləmişəm. Postman da deməli bunu bağlayacağam indi sizə göstərmək məqsədlə. Don't save deyirəm. Baxın, buradan new hissəsini daxil oluram. HTTP sorğusu göndərəcəm. Hansı URL-ə? Buradan deyirəm ki HTTP 127.0.0.1.8.000 to-dos hissəsinə get sorğusu göndərəcəm. Amma buradan authorization hissəsindən buradan bearer token seçirəm və bura Ctrl-A, Ctrl-V deyirəm. Send deyirəm. Baxın, burada 200 cavabı gəlir və boş bir list qaytarır. Nəyə görə? Çünki bizdə token, daha doğrusu to do item create eləməmişik. Gəlin bir to do item create edək. Elə onu da buradan create edəcəm. Bunu save eləmək istəyirəm. Bunun üçün gəlib buradan save düyməsini vururam və bura bir collection əlavə edirəm. Olsun fast API create deyirəm. Və bu fast API-in içərisinə save edəcəm bunu. Hətta adını da dəyişirəm. Bunun adı olsun to do items şəklində. İndi buraya yeni bir sorğu əlavə edəcəm. Bu da olsun to do item create eləmək üçün endpointim nə idi? Baxın, to do's create. Gəl burada to do's create deyirəm. Post sorğusu göndərəcəm. Buradan body hissəsindən, burada authorization hissəsi var deyə bunu silirəm. Bunu bağlayıram ümumiyyətlə. No out deyirəm. Body hissəsinə gəlirəm. Body hissəsində, row hissəsində burada text olur default. Siz JSON seçin. Sonra gəlib burada bir JSON yaradıram. Description olmalı idi, səhv eləmirəmsə bizdə. Item 1 deyirəm. Send dedim. Bir nömrəli tapşırıq əlavə edildi. Gəlib indi to do itemsa. Baxın, authorization hissəsi var. Send deyirəm. Baxın, burada to do item gəlir. Yaxşı, bu tokenin bir hissəsini dəyişək. Send deyirəm. Baxın, token verify hissəsində problem oldu. Bu şəkildə yoxlaya bilərik. Baxın, mən burada sadəcə to do's, yəni get to the items hissəsinə, endpointinə nə etdim? Login required elədim də, yəni bura mütləq daxil olmalıdır, tokenindən sorğu göndərməlidir. Siz də digərlərinə eləyin, yəni digər hər birinə əlavə eləyin, görün alındıra bilirsinizmi? Daha sonra gəlin bu şema hissəsini buradan bağlayacağam. Ümumiyyətlə bundan sonraki videoda bu şema hissəsini burada göstərmək istəmirəm. Yəni bunu bağlayacağam. Ümumiyyətlə Swagger UI-ı biraz customize edək bundan sonraki videoda. Əslində bu authorize hissəsini bunu HTTP bearer-ilə yazsaq daha yaxşı olardı. Mən burada o out to password bearer istifadə elədim. Bunu sonra istifadə edərik. O qədər də ehtiyacımız yoxdur. Gəlin bunu, yəni header-ı nə ilə oxuyaq? Routers hissəsində işimiz yoxdur. Sadəcə burada buranı da bağlayıram, buranı da bağlayıram. Burada HTTP bearer daxil edirəm və şemamızda bunu şərh sətrinə alıram, yazıram HTTP bearer şeması olsun. Bir də bu HTTP bearer-dan istifadə etmək üçün burada HTTP authorization credentials-dan istifadə etməliyik. O zaman gəl burada depends, bunu bu şəkildə yazmaq əvəzinə gəlin bunu bu şəkildə yazaq. Def get current user. Tamam, belə olsun. Parametre olaraq tokeni buradan almayasıyıq. Gəlib bura yazıram. Bunu da gəlin belə edək. Belə qalsın. Yazıram token bərabərdə hələ ki bir string olsun. Bura yazıram credentials. HTTP authorization credentials olacaq bərabərdir. Depends
Burada bearer şemanı daxil eləyirəm. Tokeni necə alasıyıq? Bu credentials üzərindən nöqtə credentials'ı çağırıram. Token burada gələcək və burada istifadə edəcəm. Bu hissə tamamlandı. Ctrl B deyirəm. Buranı bağlayıram. Gəlib out routers'da, daha doğrusu out routers'da yox da, to do routers'da. Burada get current user'ı çağırıram. OK, gəlin bir dənə yoxlayaq. Refresh atıram. Buradan sign in deyirəm. Try it out. Execute edirəm. Bu mənə token qaytarır. Kopyaladım bu tokeni və buradan cancel deyirəm. Bağlayıram bu hissəni. Yapışdırdım bura, authorize edirəm. İndi gəlib execute eləsəm. Baxın, item 1, ID 1 və is active true. Mən deməli to do item'ı gətirə bilirəm. Postman'da bunu yoxlayaq. Gəldim burada hansı idi? Fast API içərisində. İnşallah hatırlar. Save eləmişdim səhv eləmirəmsə. Aha, gəldi. To do items endpoint-inə send deyirəm. Burada deyir token verify hissəsində problem oldu. Çox güman Ctrl A, Ctrl V token, bayaqçı tokenin vaxtı qurtarmışdı. Baxın, bu şəkildə gəlir. Əla. Bu video bu qədər olsun. Növbəti videoda sizi gözləyirəm.